Oy, sorry. Aviasales az. Bütün aviabiletlər bir yerdə. Kitaya gələn kimi elə həmin gün aeroportda özümə kamera aldım və qərar verdim ki, bu 3 həftəlik səyahətimi sizə çəkim göstərim. Mən Kitaya ilk dəfə gəlirəm, burada heç vaxt olmamışam və bilirəm ki, indi kimsə gəlib yazacaq ki, kommentdə Kitay yox, Çin, kruq yox, dairə. Xahiş edirəm. Mənə belə xoşdur. My life, my rules. Gəlib burada qrammatik səfərimi tutmaqdansa, ondansa bu gözəl kadrlara baxın. Bu dəfə vaxt olmadığı üçün ancaq Şanxayı görüb gəzə bildim, amma yaxın zamanda Kitayın Pekin, Guangzhou və Hong Kong kimi şəhərlərinə də getməyə planlayıram. Və bilirsiniz ki, Kitaya getmək üçün vizaya müraciət etmək, viza almağa ehtiyac yoxdur. Amma əgər Hong Konga getməyə planlayırsınızsa, nəzərinizdə olsun ki, mütləq elektron qaydada viza almalısınız ki, gedib orada biabır olub kör peşman geri qayıtmayasınız. Bu boyda maqnit olar. Maqnitin hekayəliyinə baxın. Amma qəşəngləri. Və özümə yadigar qalsın deyə belə bir dəftər aldım. Birinci həmişə olduğu kimi qıraqdan baxdım, cac elədim. Dedim ki, bunlar nə işlə məşğuldur, bunlar yəni belə şeylərə inanır. Sonra fikirləşdim ki, gəlib çıxmışam Kitaya, gəlib çıxmışam Şanxaya. Birdən, avdruk mən arzu tutaram, burada yandıraram və o arzu üçün olar. Biz nə itiririk ki, onsuz da pulsuz idi. Və hər bir ölkədə olduğu kimi burada bəyəndiyim, bəyənmədiyim məqamlar var. Gəlin bəyənmədiklərindən başlayaq. Amma bu təkcə Kitaya aid deyil. Bu həmçinin həm Koreyaya, həm də ki Yaponiyaya aiddir. Hər yerdə çox adam var. Hər yerdə çox insan var. İndi bilirəm, deyəcəksiniz ki, bura Kitaydır, 1 milyarddan çox əhalisi var, sən getdiyin yerlər turistik yerlərdir ona görə. Amma mən demək olar ki, Avropanın bütün ölkələrində olmuşam. Bu qədər turist, bu qədər insan mən belə çox olduğunu hiss eləməmişəm. Yəni birinci gün, ikinci gün işə okeydir də, öyrəşirsən ki, mən də turistəm, gəlmişəm dincəlməyə, gəlmişəm istirahət eləməyə. Amma artıq 5-ci gün, 6-cı gün uca səni bu narahat etməyə başlayır. Arzumu tutdum, basırdım, indi isə gəzməyə davam. Və gördüyünüz bu kadrlar Yugarden'da çəkilib. Bura Şanxayın məşhur botanik sadıdır. Amma sahəsi o qədər böyükdür, o qədər ətrafında restoranlar, kafelər var ki, deyərdim rahat sizə 5-6 saat vaxt lazımdır ki, buranı gəzib dolaşasınız. Və indi isə gəlin yaxşı məqama toxunaq, burada bəyəndiklərimdən danışaq. Həm Kitayda, həm Koreyada, həm də ki Yaponiyada məni şoka salan oldu ki, bir çox yerlərə giriş pulsuz idi. Belə bir gözəl yerə gəldim. Demək olar ki, bütün günümü burada keçirtdim. Arzumu da tutdum və hər şey pulsuz. Məncə burada deyirlər win-win situation. Çünki doğrudan da Avropadan sonra adama belə şeylər çox xoş gəlir. Çünki belə bir yer Avropada olsaydı, mən rahat bura girmək üçün bir 30 evro pul ödəmişdim. Avropadan söhbət düşmüşkən, mən orada olanda ancaq metro avtobusu ilə hər yerə gedirəm, hərəkət edirəm. Çünki taksi çox bahadır. Amma Şanxayda, Kitayda taksi qiymətləri demək olar ki, Bakıdakı kimi idi. Ona görə mən bu 3 gün ərzində hər yerə taksi ilə getdim. Bayaqdan gəzirəm. Yadıma düşdü ki, heç üzümü çəkmirəm, özümü sizə göstərmirəm. Prosta dedim ki, mən də varam. Və sonra Yugarden'dan çıxıb onun ətrafında gəzməyə qərar verdim və yəni gördüyünüz kimi hər yerdə insan çoxdur. Amma buna baxmayaraq şəhər çox təmizdir və ən əsası bir qadın olaraq mən özümü çox safe, təhlükəsiz hiss elədim Kitayda. Ona görə yəni 100% mən bura yenə gələcəm. Və sonra başa düşdüm ki, mən acam və yaxın bir yerdə mən yemək yeyə bilməyəcəm. Çünki bu da ayrı bir dərddir, bu da bir ayrı problemdir. Mən Kitay Çin kuxnyasını bəyənmirəm və yemirəm. Ona görə taksi ilə belə bir gözəl İtalyan restoranına gəldim və burada yedim, içdim. Yeyib içmək deyəndə ki, Thank you very much. Thank you. və Kitay kuxnyasından söhbət düşmüşkən, əgər siz də mənim kimi soğan sarımsaq yemirsinizsə və o iydən, o qoxudan zəhləniz gedirsə, mənim sizə çox da yaxşı xəbərim yoxdur. Çünki burada hər yerdən, hətta taksilərdən belə sarımsaq isi gəlir. Buralarda nə qəşəng gəlir. Cənnət həzzi. Və sonra Şanxayın o məşhur küçəsinə gəldim. Küçə deməyim də elə bir ki bizim bulvardır, amma bura daha gözəl, axşam olur, bütün bu binaların işıqları yanır. Məncə deyərdim elə bizdəki kimi də o Flame Towers tərəf. Və əlbəttə ki o məşhur coffee shop-a da getdim, videomu da çəkdim və gözlədim ki axşam tez düşsün.
Və 21 gün ərzində mən 4 ölkədə oldum. Birinci Kitay, sonra Koreyaya getdim, ondan sonra Yaponiya və axırıncı destination Sinqapur oldu. Bir dənə Sinqapurla Kitayın fərqinə baxın. Görün necə sakitçilikdir. Görün küçədə, bayırda nə qədər az adam var, nə qədər az maşın var. Prosta cənnət. Yəni bax havası da Antalyanın havasına oxşuyur. Çox mürküdür. Amma belə yaşıllıq mən təsəvvür etmirdim. Belə yaşıl bilmirdim Sinqapuru. İndi bilmirəm, hələ axşam görməmişəm buranı. Bu gün axşam gedəcəyik sabahdan. Yəni amma çox hava istidir, yəni dəhşət istidir. Belə bürküdür. Hava yoxdur. Amma yəni hər yer yaşıllıqdan bilmirəm, görə bilirsiniz yoxsa yox. Görürsüz bu yaşıllıq. Mən belə təsəvvür etmirdim sözün düzü. Amma ki Və bu səyahətimin son gününü, 21-ci gününü Sinqapurda belə bir restoranda başa vurdum. Və nə qədər səyahət etsəm belə, bir an gəlir, bir moment gəlir. Fərqi yoxdur, mən hansı şəhərdəyəm, hansı restorandayam, mən başa düşürəm ki, mən evə istəyirəm.